Gəl bugün səmimi olaq səninlə. Bəlkə də sən prosesi deyil, sadəcə nəticənin özünü istəyirsən. Deyirsən ki, bədənini dəyişmək istəyirsən, amma bir sual ver özünə. Sən həqiqətən o bədəni yaradan həyat tərzini istəyirsənmi? Fit və estetik görünmək istəyirsən, amma bazar günü 30 dəqiqə vaxt ayırıb həftəlik qidan üçün hazırlıq etmək istəmirsən. Öz güvənin yaxşı olmasını istəyirsən, amma idman etmək üçün biraz tez oyanmaq sənə çətin gəlir. Daha enerjili olmaq istəyirsən, amma yuxunu hər gün ikinci plana atırsan. Çəki vermək istəyirsən, amma sağlam vərdişlərin çoxu sənə yük kimi görünür. Amma həqiqət isə budur. İstədiyin nəticəni, o nəticəni yaradan insanın həyat tərzini əldə etmədən çevrilə bilməzsən. Arzuladığın bədən motivasiyalı qurulmur. O, heç kimin görmədiyi kiçik addımlarla, seçimlərlə formalaşır. Çöldə yemək yemək əvəzinə, evdə özünə sağlam boşqab hazırlamaq. Həvəsin olmayanda belə yürüşə getmək. İşin çox olsa belə idmana vaxt ayırmaq. Telefonu 1 saat tez kənara qoyub vaxtında yatmaq. Əslində səndən mükəmməl olmaq tələb olunmur. Amma vərdişlərin arzuladığın həyatla uyğun olmalıdır. Çünki sağlam, enerjili və estetik bədən təkcə nəticə deyil, o müəyyən bir həyat tərzinin təbii nəticəsidir. Ona görə də özündən soruş. Sən sadəcə nəticəni istəyirsən, yoxsa o nəticəni yaradan və səni tamamilə fərqli insana çevirən həyat tərzinə başlamağa hazırsan?